Sinqapurda keçirilən Dünya Robot Olimpiyadasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEM təlim-tədris mərkəzinin şagirdləri uğurlu nəticəyə imza atıblar. Şagirdlər 110 ölkənin 24 mindən çox komandası arasından seçilərək Robot Sports kateqoriyasında finala yüksəliblər. Final yarışlarının nəticəsində öz qruplarını lider olaraq tamamlayaraq yekunda dünya üzrə 6-cı pillədə yer alıblar. Biz robot sport kateqoriyası üzrə orada iştirak etmişik. Bizim robotumuzun əsas məqsədi rəqib tərəfə topları atmaqdır. Əgər bu yarışda iki tərəf olur, rəqib tərəfə biz öz komandamızın əsas məqsədi odur ki, ərazimizdəki bütün topları rəqib tərəfə atmaqdır. İlk uğurum Respublika Robot Olimpiyadasında birinci yerə layiq görülməkdir. Bu nəticədə biz öz ölkəmizi Sinqapurda təmsil edəcəkdik. Dünya Robot Olimpiyadasında 56 komandadan 6-cı yerə layiq görüldük. Bu nəticəmiz çox böyük olmasa da inşallah gələn illərdə nəticəmizi daha da uğurlu edəcəyik. İstedadlı şagirdlərimizə uğurlar arzusu ilə Oruc Mirzəyev, xanım Rüstəmzadə, Namiq Abbasov, NTV Xəbər.